Salam yoldaşlar. Bugünkü mövzumuz nisbət mövzusudur. Səhifə 31. Uşaqlar bizə belə bir sual verir. Deyir ki, rəng saç yaşıl boyanı əldə etmək üçün bir qutu mavi qutudan, mavi boyadan, bir qutu, bir dənə mavi. Və deyir ki, 3 dənə də qutu sarı boyadan istifadə edir. 3 dənə də sarı. Üç. Aha, 3 dənə də sarı. 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 Deyir ki, bunları birinə qatanda bizə verəcək nə? Yaşıl boya. Bir daha deyirəm. Yaşıl boyanı əldə etmək üçün bir qutu mavi qutu lazımdır. Mavi boya lazımdır. 3 dənə də yaşıl boya lazımdır. Və bizə burada sualda nə deyir? Deyir ki, rəng saç bir qutu qutudan göy rəngdə istifadə etməklə neçə qutu yaşıl boya alar? Uşaqlar, bir dənə qutu mavi olsa, onda 3 dənə sarı olsa 4 dənə qutu olacaq. Deməli 4 dənə yaşıl boya əldə eləmiş olacaq. Düzdürmü? Bunları bir-birinə qatıb, təzədən qutulara yığsan 4 dənə qutu olacaq. Düzdür? 4 dənə yaşıl boya olar. Keçirəm növbətiyə. Alınan yaşıl boyada sarı boya onun hansı nisbətini təşkil edir? Uşaqlar, yaşıl boya neçə dənə alındı? 4 dənə, düzdürmü? Sarı boya onun hansı hissəsini təşkil edir? 4 dənəsindən 3'ü sarıdır deyə bilərəm. Problem yoxdur burada. Keçirəm növbətiyə. Deyir ki, 8 qutu yaşıl boya almaq üçün hər rəngdən neçə qutu lazımdır? Uşaqlar, 4 dənəsini almaq üçün bunlar lazım oldu, düzdürmü? 8 dənəsini almaq üçün bunları 2 dəfə artıraram. Yəni bundan bir dəfə də istifadə edərəm deyə bilərəm. Yəni 8 nə deməkdir? 4 plus 4 demək deyil. Yəni 2 dənə mavi olsa, burada da 3 dənənin yerinə 6 dənə sarı olsa 8 qutu alınacaqmı? Sadəcə bizdən bunu soruşur. Uşaqlar, nisbət nədir? Nisbət bizdə müqayisə eləmək üçün istifadə olunur. Yəni birinin digərinin nisbəti və yaxud da biri digərinin hansı hissəsini təşkil edir. Bu zaman biz nisbətdən istifadə edirik. Məsələn, sizdə sualda verilib, qutular üst-üstə düzülüb. Qırmızı və mavi qutular. Aha. Qırmızı qutular, bir də ki mavi qutular verilmişdir. 2 dənə qırmızı qutu verilib kitabınızda, 3 dənə də mavi qutu verilib. Deyir ki, qırmızının maviyə nisbəti nədir? Uşaqlar 2 dənə bundan, 3 dənə bundan varsa, deməli 2-nin 3-ə nisbətində verilib. Düzdürmü uşaqlar? Və yaxud da ki, mavinin qırmızıya desəydi, birinci mavi gəlsəydi, deyəcəkdim ki, hə, 3-ün 2-yə nisbətdə verilmişdir. Bu formada ifadə olunub. Və yaxud da belə bir şey deyirəm. Deyirəm ki, aha. Aha. Deyir ki mənə, sarı üçbucaqların bənövşəyi üçbucaqların nisbətini tap. Nisbət nədir uşaqlar? Bölmə işarəsi. Deyirəm ki, sarı neçədən verilib? 3 dənə verilmişdir. Bənövşəyə neçədən verilib? 2 dənə verilib. Deyirəm ki, hə, 3-ün 2-yə nisbətdə verilmişdir. Sizə bu formada ifadə edirəm. Və yaxud da mənə deyə bilər ki, bənövşəyinin sarıya nisbətini tap. Bənövşəyə neçə dənə verilib? 2 dənə. Sarı neçə dənə verilib? 3 dənə. 2-nin 3-ə nisbətdə verilmişdir demək olar. Keçirəm ardına 2-nin 3-ə formasında yazdım. Və yaxud da mənə deyə bilər. Deyə bilər ki, sarı bütün hamısının hansı hissəsini, hansı nisbətini təşkil edir? Onda sarının bütün hamısının neçə dənədir? 5 dənə. 3-ün 5-ə nisbətdə verilib. Deyirəm ki, və yaxud da bənövşəyi hansı hissəsini təşkil edir? Hansı nisbətdə verilib? Bütün hamısına nisbəti. Bənövşəyinin bütün hamısına nisbəti. Bu formada ifadə olunacaq. Bu olur bizdə nisbət.
Bura kimi problem yoxdur uşaqlar. Bu olacaq nisbətimiz. Gəlin suallar üzərində baxaq. Səhifə 31-də sualımız. Birinci suala baxırıq. Sualda deyir ki, şəkildə verilənlərə görə tələb olunan nisbəti yazın. Bu formada ifadə olunacaq. İndi baxaq suallara. Deyir ki, şəkildə verilənlərə görə tələb olunan nisbəti yazın. Birinci sualda bizə nə deyir? Gəlin bunları qırağa qoyaq. Aha. Birinci sualda mənə deyir ki, futbol topunun sayının topların ümumi sayına nisbəti. Uşaqlar, indi burada futbol topu bir də voleybol topu verilib, düzdürmü? Futbol topu yəqin ağla sarını nəzərdə tutub. Bunun sayı neçədəndir? 2 dənə. Ümumi neçə dənə top var? 3 dənə. Deməli 2-nin 3-ə nisbətdə olacaq. B variantında qızların sayının oğlanların sayına nisbəti. Qızlar neçə dənədir uşaqlar? 1, 2, 3, 4. 4 dənə qız. Oğlanların sayına nisbətini tap. Neçə dənə oğlan var bizdə? 3 dənə oğlan var. 1, 2, 3 formasında təyin olunacaq. Bura kimi aydındır uşaqlar. Keçirək ardına ikinciyə. Deyir ki, fiqur 6 kongruent üçbucaqdan ibarətdir. Uyğun nisbəti tapın. A variantında rəngsiz üçbucaqların sayının rəngli üçbucaqların sayına nisbəti. Uşaqlar, rəngsiz üçbucaq neçədəndir? 1 dənə. Rəngli üçbucaq neçədəndir? 5 dənə. Aha, 1-in 5-ə nisbətdə. Bunlar da 2-nin 3-ə nisbətdə belə yazın da. 2-nin 3-ə nisbətdə. 4-ün 3-ə nisbətdə. Bu formada ifadə olunub. B variantı rəngli üçbucaqların sayının üçbucaqların ümumi sayına. Rəngli üçbucaq neçədəndir? 3. 5 dənə. Ümumi üçbucaqların sayı neçədəndir? Bax bu işte. 6 dənə. Bu işte. Düzdürmü? Keçdim növbəti suala. Üçüncü sualımız uşaqlar. Deyir ki, sinifdəki qızların sayının oğlanların sayına nisbəti 13 bölünsün 12 nisbətindədir. Gəlin bir dənə yazaq. Mübariz, bir dənə zəhmət olmasa eləməli, səs salma. Sinifdəki qızların sayı 13 deməli. Oğlanların sayı 12. Yazıram. Qız 13. Oğlan 12. Bunu yazdım. Bak 2. 4. 7. Bak. 12. Oğlanların sayının şagirdlərin ümumi sayına nisbəti. Oğlanların sayı neçədəndir? 12 dənə. Ümumi neçə dənə şagird var? 25 dənə. 12-nin 25-ə nisbəti. Keçdim B variantında şagirdlərin ümumi sayının qızların sayına. Şagirdlərin ümumi sayı 25-in qızların sayına 13-ə nisbət. Uşaqlar, nəyi deyirsə həmin şeyi həmin ədədə bölürsünüz, qurtarır. 4-cü sualda həmin formadadır. 5-ci sualda fiqurların formaları və rənglərinə görə nisbətlərin nəyi ifadə edir? 3/4. 3/4 sizcə nədir? 3 dənə bölünsün 4 dənə. 3 dənə dairənin 4 dənə kvadratı nisbəti. 4/7. 4 dənə kvadratın ümumi sayı nisbəti. 7 dənə çünki ümumi sayıdır. 5/2. 5 dənə mavinin 2 dənə qırmızıya nisbəti. 2/7. 2 dənə qırmızının ümumi sayı nisbəti. 3/7. 3 dənə dairənin ümumi fiqurların sayına nisbəti. Aydın uşaqlar, bugünkü mövzumuz bu qədər. Sağ olun yoldaşlar. Bunda mən də